İnsan bilsə ki, Ramazan ayında nə fəzilətlər var, nə fəzilətlər var, arzulayar ki, bütün il Ramazan ayı olardı, arzulayar bunu. İnsan bilsə ki, nə fəzilətlər var, nə üstünlüklər var mübarək Ramazan ayında. Bu ay insan ruhuna hansı təsirləri göstərir? Mən bir alimlərdən birindən bu sözü eşitmişdim, keçmişdə də sizə demişdim. Deyirdi ki, Allahın bizə lütfüdür ildə bir dəfə bu Ramazan ayının olması. Olmasaydı, çətin aqibətimiz xeyirli olardı. Bilirsiniz necədir? Biz il ərzində xətalar, günahlar, ruhumuzu yaman günə qoyuruq. Allah gəlir bir ayda təmiz eləyir, təzdən yolumuza davam edirik. Bu təmizləmələr deyir olmasaydı ki, Ramazan ayının xüsusiyyətidir. Deyir, biz çoxdan bədbəxt olmuşduq. Bu ayda bir dəfə orucdur bizi saxlayan. Ayda bir dəfə, ildə bir dəfə orucdur bizi qoruyan, saxlayan, təmizləyən.